İncəsənət tipoqrafika mövzusuna davam edək. Bu dəfə daha çox şriftlərlə, simvollarla işləməyə nəzər salacağıq. Deməli belə, biz type tool-u götürdük. Gələn bir mətn bloku təyin etdik. Ora bir demo content, demo mətn daxil etdik. Baxa görə biz bu mətnin zahiri görünüşünə daha çox şriftə, onun ölçülərinə necə müdaxilə edə bilirik. Əgər bizdə Essential Classic iş rejimində isə, workspace-ində isə, o zaman mətnə daxil olduğumuz anda yuxarıda bizim mətnlə bağlı belə deyək ki, bizə lazım olan pəncərələri görmüş olarıq. Amma əlavə öyrəşmişik əlimizin altına Character pəncərəsini də gətirək və baxaq görək InDesign bizə hansı imkanları, hansı şəraiti yaradır. İlk olaraq başlayırıq şrift seçimindən. Adobe cari olaraq bizə şrift seçimində Minionu təklif edir. Minion Pro fontu. Dadam, bir dənə qalınlığı var, o da regular. En azından burada. Minion Pro'nun təbii ki, alternativ variantları var. Amma mən şrifti dəyişmək istəyirəmsə buradan ya da ki, yuxarıdan, Options bardan sistemdə məndə olan şriftlərdən birinə bunu dəyişə bilərəm. Tamamdır. Gəlin siyahıya daxil olmuşkən orada bəzi faydalı məqamlara nəzər salaq. Bunlardan da biri filtrdir. Mən ən son istifadə eləmişəm bu filtri, ona görə hal-hazırda siyahıda ancaq dırnaqlı şriftləri göstərir. Təbii ki, biz bunu ümumiyyətlə yığışdıra bilərik. Hal-hazırda sizdə heç bir filtr seçimi olmayacaq. Ona görə də sistemdə, əməliyyat sistemində özünüz yüklədiyiniz və ya əvvəldən sizdə olan bütün şriftləri az qala burada göstərəcək. Tamam, amma mən isə istəyərdim ki, məsəl üçün ancaq dırnaqlı şriftləri görüm. O zaman bu filtr vasitəsilə belə bir seçim imkanını daraldaram. Və götürək hansını, məsəl üçün çox da önəmli deyil, olsun elə Cormorant, Garamond fontu. Şrift seçimini təyin elədik. Biz əslində daha əvvəl danışmışdıq, bu bir şrift deyil, bu daha çox şrift ailəsidir, font family. Şrift isə həmin şrift ailəsinin içindəki spesifik variasiyalardır. Yəni regular variantı var, italic var, medium var, bold və bold italic. Tutaq ki, qalın şrift istəyirəm. Boldda təyin elədim. Növbədə nə gəlir? Növbədə gəlir bizdə şriftin ölçüsü. Bir dənə məqamı qeyd edeyim. Biz ümumiyyətlə bütün mətn blokuna eyni parametrləri təyin etmək istəyiriksə, 2 dəfə tıkla, içəri gir, ona ehtiyac yoxdur. Yəni elə mətn blokunu seçdiyimiz anda təbii ki, yuxarıda o görünməyəcək. Çünki yuxarıda karakterlə bağlı bölmənin olması üçün type tool seçmək lazımdır. Amma adi halda da bizim selection tool-la da paragraf blokunu seçəriksə, character pəncərəsini elə biraz da ona görə gətirdik. Character pəncərəsi əlimizin altındadırsa, biz burada ölçüsünə müdaxilə edə bilərik, nə bilim, şriftinə müdaxilə edə bilərik və s. Əla. Yox, əgər spesifik bir hissəyə müdaxilə eləmək istəyiriksə, məsəl üçün, birinci paragrafda, daha doğrusu birinci qalın olsun, ikinci paragrafda şrift regular olsun, şrift italic olsun və s. Əla, yəni bu şəkildə spesifik hansısa bir yerə biz müdaxilə edə bilirik. Bir daha qeyd edirəm, əgər ümumi olaraq total bütün paragraf blokuna toxunuş eləmək istəyiriksə, o zaman içəri daxil olaraq bizə lazım olan variantı götürək. InDesign'da bu əla oldu, bu problemi yaramağı. InDesign'da zaman-zaman bu tipli problemlər çıxa biləcək. Yəni hansısa şrift, yəni InDesign tərəfindən nə üçünsə korrekt oxunmaya bilər. Bu zaman bu qırmızı bir fon yaranacaq və şriftin konkret variantının ətrafında bu kvadrat mötərizələr olacaq. Bir çox hallarda şrifti təkrar təyin eləmək bu problemi aradan qaldıracaq. Bizdə hansı idi? Bodoni idi deyəsən. Bodoni'nin səhv eləməmsə regular. Nəsə önəmli deyil. Yəni Bodoni fontunun Bodoni MT idi səhv eləməmsə və bir də bold təyin edək. Hər bir halda yəni bu şəkildə bu problemi aradan qaldıra bilərsiniz. Belə yaxşı oldu çünki mütləq sizin qarşınıza bu problem çıxacaqdır. Davam eləyək. Şrifti təyin elədik, versiyanı təyin elədik. Hal-hazırda Minion Pro regular görünür, amma mən şrifti seçdiyim anda bizə lazım olan varianta dəyişiləcək. Gəlin elə bunu regularda saxlayaq, qalın şrifti istəmirəm. Növbə gəlir şrift ölçüsü. Default cari bizdə 12 pointdir. Mən bunu daha kiçiyə dəyişə bilərəm və ya istədiyim başqa radikal böyük ölçüyə qədər bunu artıra bilərəm. Siyahıda olan şrift ölçüləri ilə kifayətlənmək lazımdırmı? Xeyr, məsəl üçün 6, 7, 8, 9, əslində 7 yoxdur, mən 7 yazmışam deyən olubdu. Məsəl üçün 13 yoxdur siyahıda. Text bloku götürülüb, şrift ölçüsünə 13 yazıb Enter-i basam, artıq yəni həmin o ölçü vahidini mətn blokuma tətbiq eləmiş olaram. Görürsünüz, 7-də artıq yoxdur. 7-ni mən daxil eləmişdim. Şrift ölçüsündən sonra gəlir bizdə nə? Leading, yəni sətir arası məsafə. Hal-hazırda auto rejimindədir, ona görə yəni şrift ölçüsünü veririk və ona uyğun olaraq avtomatik InDesign fərqli müəyyən bir ölçü təyin edir. 10 point verdik, oldu 12 point. Əla. Ümumiyyətlə bu avtomatik rejimdə bir şrift ölçüsünün 120% qədərdir.
interlinear. Onun 120% 12 pointdir. Əla. Gəlin baxaq növbəti addıma. Yəni daha havalı mətn bloku tərtib eləmək istəyirsinizsə, avtodan biraz yuxarı qaldıra bilərsiniz bunu. Məsələn 12-ni 14-dən əvəz edə bilərik. Burada əslində incəliklər çoxdur. Hal-hazırda tipografikadansa daha çox biz InDesign'dan danışırıq. InDesign'ın tipoqrafik imkanlarından danışırıq. Bunu da qeyd edim ki, əgər tipoqrafika mövzusunda dərinə getmək istəyirsinizsə, bir mətn tərtibatının bütün incəliklərini, nəzəri tərəflərini bilmək istəyirsə, eyni zamanda bunu praktikadan çıxartmaq istəyirsə, o zaman bizim qrafik dizaynla bağlı təlimə qoşula, bu təlimə müraciət edə bilərsiniz. Biz indilik InDesign'a davam eləyək. Növbə gəldi çıxdı növbəti bölməyə Kerning. Kerning ilə bağlı artıq bizim daha Adobe-nun əvvəlki digər proqramlarına, daha doğrusu Photoshop, Illustrator-da danışmışdıq, amma burada bir daha qeyd edək. Kerning bizdə spesifik simvollar arasındakı məsafələrin tənzimlənməsidir. Gəlin mətni buradan biraz daha böyük ölçüdə eləyək. Baxa görək ki, burada bir kerning problemi varmı? Biz kerning deyəndə daha çox artıq dediyim kimi iki simvol arasındakı məsafəni ya artırmaq ya da azaltmağa nəzərdə tuturuq. Bu biraz da praktika tələb edən bir şeydir. Yəni iki hərf arasında məsafəni niyə dəyişək ki? Yəni hər situasiyada yox, amma bəzi hərflər var ki, xüsusən də üçbucaq şəkilli world yazaq bura. Üçbucaq şəkilli simvollar. Yəni buna W aiddir, buna V aiddir, buna A hərfi aiddir və s. Yəni bu tipli hərflərin qonşuluğunda olan hərflər sanki belə deyək, obrazlı desək, ona çox yaxın dura bilmirdi. Yəni qollarını açıb durub burada imkan vermir ki, kimsə yaxın dursun. Belə olduğu halda digər hərflər bir-birinə belə mehriban durublar. Bunlarda isə optik olaraq bunlar bir-birindən çox uzaq görünürlər. Bu problemi aradan qaldırmağa biz deyirik kerning. Yəni bu iki simvol arasındakı məsafəni optik, yəni sadə bəsit dillə desək, göz ayarı baxıb artırıb azaltmağı biz kerning deyirik. Və əslində buradakı xanalarla işləməkdənsə daha çox biz bunu klaviaturla eləyirik. Lazım olan hissədə harda ki tənzimləmə aparmaq istəyirik. Orada kursora tıklayırıq. Alt'a basıb saxlayıb klaviaturadakı sol, sağ oxlarla hərəkət elətdirib və bir qərara gəlirik ki, ara məsafə tutaq ki, hansı səviyyədə olsun. Tutaq ki, belə bir toxunuş elədim. Yəni xırdalığlarına, detallara getməyə ehtiyac yoxdur və düşünürəm ki, yəni pis deyil, ara məsafələr bu şəkildə qala bilər, bəlkə biraz da bunu bura yaxınlaşdıra bilərik. Ümumi bu. Bəzən də bu işi asanlaşdırmaq, daha doğrusu avtomatlaşdırmaq olur və buradakı əslində xananın məqsədi də odur. Ya biz şrift dizaynerinin təyin elədiyi kerning parametrləri əsasında bunu avtomatik təyin edirik, bütün mətn blokuna təyin edirik. Ya da Adobe-nun özünün bizə təklif elədiyi bəlli bir optik alqoritm əsasında, müəyyən alqoritm əsasında daha doğrusu optik tənzimləmə belə deyək ki, həyata keçiririk. Ümumi bu, amma bu avtomatdansa biz yəqin ki kerning eləyiriksə, o zaman seçici olaraq özümüz daxil edib kursoru istədiyimiz hissədə bu tənzimləməni apara bilərik. Alt və sola sağa hərəkətlə. Burada nəsə əlavə bir simvol düşdü. Gəlirik növbəti bölməyə. Növbəti bölmə isə ümumi bütün simvollar arasındakı məsafə, yəni ki tracking. Əslində oxşuyur, kerningi çox xatırladacaq. Kerning əgər seçilmiş iki simvol arasındakı məsafəni tənzimləməkdirsə, tracking total bütün mətn blokunda simvollar arasında məsafəni artırmaq ya da azaltmaqdır. Adi halda bu 0 olacaq. Biz bunu təbii ki artıra bilərik. Biz bunu mənfiyə doğru dəyişə bilərik. Ya da ki təzədən yenə də 0 vəziyyətinə qaytara bilərik. Avtomatlaşdırmaq üçün də Alt-ı basıb saxlayıb sağa, sola hərəkət elətdiririk. Hər dəfə 20 point bu göstərici dəyişəcək. Alt sağa, sola demişkən, alt yuxarı, aşağı ilə də biz əslində nəyi dəyişirdik? Burada dəyişən diqqətli olduqsa, leading, yəni sətir arası məsafə, interlinear oldu. Yəni alt sağa, sola bizdə trackingi dəyişir, alt yuxarı, aşağı isə interlinear dəyişir. Yəni sətir arası məsafəni. Sonra gəlin, adi halda biz kütləvi mətndə yəni əsasən buna müdaxilə eləmirik. Yəni niyə birdən-birə hərfləri kiçik ölçülü xüsusən də hərfləri yəni daha aralı eləyək ya da daha sıx eləyək. Bu daha çox spesifik başlıqlar üçün düşünülmüş bir belə deyək ki, texnikadır. Sonra gəldik növbəti hissəyə. Yenə də Photoshop dərsində bunu qeyd eləmişdim. Heç başa düşmədiyim bir mövzu. Belə qorxulu bir şey kimi görünür, amma yaxınlaşdırsaq görərsiniz ki, mətnin 25% qaldı, yəni 75%-ni sıxmışıq biz bunu. Yəni niyə bir mətnin başına biz bu oyunu açaq? Hə, təbii ki, yerinə görə bir çox səhifəli dizayn materialı hazırlayan bir dizaynerimiz çox, yəni bir zəruri səbəblərə görə buna çox cüzi toxunuş eləyə bilər, buna müdaxilə eləyə bilər. Çox az, hansı ki, çox heç olunmayacaq ki, bu şrift əməlli başlı deformasiyaya uğrayıb.
Amma yəni bunu belə radikal şəkildə eləmək artıq bu çirklilikdir. Şrift dizaynerinin düşündüyü parametrlərə pozmaqdır. Yəni bu əsla qəbul oluna bilməz. Karakter pəncərəsində növbəti bizdə nədir? Yaxınlaşdıraq, yaxından bu nümunələri kontrol edək. Yaxınlaşdırıb bu parametrlərə baxaq. Üzərində saxladığımız anda baseline shift deyilən bir funksiya görürük. İçəri daxil oluruq. Baseline bildiyimiz kimi aşağı doğru çıxıntısı olmayan, gəlin biraz da yaxından göstərək. Aşağı doğru çıxıntısı olmayan simvolların oturduğu bir xəttdir. Yəni sanki buradan xətt keşi götürüb gətirək. Və sanki bəli. Təxminən belə bir şey. Əgər bizim simvollarımız ta ki Q hərfi kimi, C hərfi kimi aşağı çıxıntıları varsa, bu baseline shiftdən, baseline xəttdən daha doğrusu shift bunun sürüşməsidir. Aşağı doğru çıxacaq. Bir də əlavə bir bilgi kimi də qeyd eləyək ki, əgər bir hərflərin simvollarının yuxarı hissəsi oval formasındadırsa və ya bir V hərfində olduğu kimi V tapa bilsək, onu da göstərərik. V hərfində olduğu kimi, gəlin bunu burada göstərək. Aşağısı üçbucaq şəklindədirsə, o zaman bu baseline xəttindən aşağı çıxacaq. Hər bir halda, yəni baseline deyəndə aşağı çıxıntısı olmayan simvolların oturduğu dayaq xəttdir. Və biz zaman-zaman bu xətt keşi buradan yığışdıraq, view, birdən qayıt və neyək bunu? Delete ilə getsin. Deməli belə, biz bu bəzən nadir hallarda olsa, bəzən bu hərf və ya hərfləri yuxarı aşağı doğru sürüşdürə bilərik. Həmin bu baseline shift odur. Bu təkcə yuxarı deyil də, bu aşağı doğru da ola bilər. Yəni bir dəqiqə ağlıma gəlmir ki, hansı situasiyada biz bunu istifadə edə bilərik. Ümumi kütləvi mətndənsə daha çox hansısa bir başlıq mətnini tərtib eləyərkən bəlkə də belə trüklara ehtiyac ola bilər. Növbəti isə Q, yəni ki, bir hərf mötərizədə yazılan söz mənim daha çox xoşuma gəlir. Fake italic. Yəni ki, geydirmə italic. Çakma italic. Girək içəri, bütün mətni select elədim. Yəni bizim əgər bir şriftin italic variantı varsa, təbii ki, bununla getmək lazımdır. Amma bayaq elə bizdə elə olmuşdu. Minion Pro şriftini götürürük. Minion Pro'nun Command A ilə, Control A ilə daha doğrusu başqa variantı yoxdur. Yəni bir səbəbdən hansısa bir hissədə bir aksent yaratmaq istəyiriksə, o zaman bəlkə biz burada, nə bilim, müəyyən bucaq altında bu çox oldu, gəl 15 dərəcə olsun. Bucaq altında bu yazını biz əyə bilərik. Amma bu təbii ki, çox da doğru deyil, çünki xüsusən də dırnaqlı şriftlərin italic variantı yəni roman versiyalarından, regular versiyalarından radikal şəkildə fərqlənir. Yəni praktikada heç istifadə eləmədiyim funksiyalardan biri. Və nəhayət gəldik, çıxdıq language bölməsinə. Burada təbii ki, bizi maraqlandıracaq öz doğma dilimiz yoxdur. Amma bizə bizim dil qaydalarına nisbətən yaxın olan variantımız var. Türk dilini seçib də biz burada bəzi tənzimləmələr apara bilərik. Və sual yaranacaq ki, ümumiyyətlə bu dil seçimi nəyə təsir eləyir? Hal-hazırda burada latınca sözlər toplusudur, ona görə də bir real nümunə kimi izah edə bilməyəcəm, amma yenə də məsələnin mahiyyətini göstərim. İrəlidə biz paraqraf mövzusunda sizinlə müzakirə aparacağıq. Bizim burada paraqrafda sətirdən sətirə keçirmə funksiyası var. Və InDesign proqramı dil qaydalarını nəzərə alıb mümkün qədər bu sətirdən sətirə keçirməni reallaşdırır. Əgər bizdə burada tutaq ki, dil olaraq, nə bilim, hansısa qeyri-Azərbaycan, qeyri-Türk dili məsələ, adi standart English olsa, sətirdən sətirə keçirmə, Azərbaycan dilində mətn daxil eləsəz, biraz qeyri-korrekt ola bilər. Ona görə gəlib biz burada bunu Turkish-ə dəyişməliyik. Bunun əslində problem yaradacağı başqa bir yeri də var. O da ki, nədir? O da biz bütün yazıları, bütün mətnlərimizi all caps-lə eləyək, hamısını böyük hərflə eləyək. Və yaxınlaşdırsaq görərik ki, hər şey burada ilk başdan qaydasındadır. Yəni bir i hərflərinin başına nöqtə var. Artıq bilirsiniz ki, bu bizdə çox geniş yayılmış bir problemdir. Avtomatik götürüb mətni böyük hərfə çevirirlər, bütün simvolları daha doğrusu böyük hərflə yazırlar və bu halda da bir çox yerdə, bir çox proqramlarda i hərfi olur nöqtəsiz ki, bu da bizdə i-yə bərabərdir. Yəni hətta bunu burada imitasiya eləyək. Görürsünüz, Turkish-in əvəzinə istənilən başqa bir variant qoydum, getmiş olsun, i hərfi getdi. Amma ən azından bu problemi elə aradan qaldırmaq üçün biz burada dil seçimini English-dən ya da qeyri başqa bir dildən Turkish-ə, Türk dilinə dəyişməliyik. İndi sətirdən sətirə keçirmədə çox da ideal olmasa da bu alqoritm, amma ən azından bu dil seçimi bizə imkan verir ki, mətni böyük hərflərə daşıyanda I deyildi, i kimi görünsün. Bizim burada karakter pəncərəsindən fərqli olaraq yuxarıda arada nəzər salmağımız yaxşı olardı. Elə biraz əvvəl yoxladığımız all caps məsələsi. Şimdi burada qonşuluqda da bəzi funksiyalarımız var.
Onları da yaxınlaşdıraq və sürətlə onlara da bir nəzər salaq. Onlardan biri də budur. Superscript və subscript. Yəni bir düstur, bir indeks və s. kimi bir göstəricilər təyin etmək istəyirsinizsə, məsəl üçün burada bir 2 olsun və istəyirik ki 2 yuxarıda olsun. Sanki kitablarda gördüyümüz kimi bir qeyd olacaqsa, o qeydin nömrəsini tutaq ki də. Bura daxil etmək istəyirsinizsə, bu şəkildə bunu tərtib edə bilərsiniz. Ya da hansısa bir kimyəvi düstur tutaq ki, H2O yazmaq istəyirsinizsə və 2-nin aşağıda olması lazımdırsa, bu şəkildə bunu təyin edə bilərik. Baxaq görə başqa bizim burada faydalı nələrimiz var. Altdan xətt, underline, bəzən niyəsə biz mətnin üzərindən xətt çəkməli oluruq. Kampaniya tipli reklam materiallarında köhnə qiymət, təzə qiymət göstərirsə, bəlkə orada işimizə yaraya bilər. Gəlirik növbəti mövzuya və əslində kifayət geniş bir mövzudur, o da small cap'lər. Yəni, gəlin buradakı bütün mətni içəri daxil olub all caps-dən yığışdıraq. Bütün mətni select edib bu ikonkanın üzərində tıklasam, görəcəm ki, sanki hərflər hamısı böyük hərflə oldu. Yox, hamısı böyük hərflə deyil. Forma olaraq, konstruksiya olaraq hərflərin hamısı oldu böyük hərf kimi. Amma ölçü olaraq isə kiçik hərflərin qabaritlərində oldu. Yəni, biz buna dedik kiçildilmiş baş hərflər. Bu, dediyim kimi, ayrıca bir nəzəri mövzudur. Sadəcə bilin ki, belə bir texnika var və biz bunu da yığışdırmaq üçün yenə də girdik içəri, Ctrl-A və bunu da yığışdırdıq. Digər bölmə, lowercase, hamısını bundan fərqli olaraq, əvvəlkilərdən fərqli olaraq kiçik hərflərlə elədi. Yəni, böyük yazılmış, əvvəldən böyük yazılmış simvolların belə oldu kiçik hərflər. Başqa, hələlik məncə bu, karakter pəncərəsi, şriftlərlə iş, mətnin əsas vacib parametrlərinin tənzimlənməsi, yəni bunları bu səviyyədə bildirsə, əslində InDesign'da mətnlə işləmə baxımından böyük bir addım atmış olacaqsınız. Yoxlayın, görün nə dərəcədə alınır. Biz isə InDesign'ın tipoqrafika imkanlarını araşdırmağa davam edək. Növbəti dərsdə görüşərik.